Hər kəsin sevimlisi olan retinol seriyasının qulluq qaydasını sizə təqdim edirəm. İlk olaraq üzümüzü üz yuma geli ilə yuyuruq. Gündəlik makiyajımızı, üzdə olan kirləri təmizləyirik. Çox gözəl qoxusu var, qeyd edim ki. İkinci mərhələ lifting tonerə keçirik. Toner dərimizi hamarlaşdırır, məsamələri daraldır və üzümüzü növbəti qulluğa hazırlayır. Və əgər retinol serum almısınızsa, keçirik retinol seruma. Bu gecə qulluğuna aiddir. Serum yalnız gecə istifadə olunur və bir müddət keçəndən sonra üzərindən gecə kremini istifadə edirik. Gündüz isə gündüz kremini tonerdən sonra istifadə edirik. Qeyd edim ki, retinol serum istifadə etmişiksə, növbəti günü mütləq SPF qoruma istifadə etməliyik. Və məhsulları istifadə edərkən üzümüzü aşağıdan yuxarıya doğru masaj hərəkətləri ilə tətbiq etməliyik. Retinol qırışların açılmasında, dərin rənginin bərabərləşməsində çox böyük rol oynayır və məhsulları istifadə edərkən dərinizin həssaslığından asılı olaraq həftədə 2-3 dəfədən istifadə edərək başlayın.